Salam olsun o ölümə ki, Allah yolundadır. Əgər biz zindandan qorxsaq, əgər biz dəyənəkdən qorxsaq, əgər biz şəhadətdən qorxsaq, heç Kərbəlanın ətrin belə duymamışıq heç birimiz. Başa düşməmişik Kərbəla nədir? Baldan belə şirindir ölüm. Kimi qorxudursunuz siz? Kimi çağırırsınız polis bölməsinə? Hələ Aşuranı ruhanilərin xahişi ilə saxlamışıq ölkədə və biz istəmirik ixtişaş yaradaq, biz istəmirik ölkədə qarşı durma yaradaq və buna bizi çəkmək istəyənlərə də getməyəcəyik, bizi meydana çəkmək istəyənlərə getməyəcəyik. Biz özümüz bilirik, haçan meydana çıxacaq, saat neçədə çıxacaq, hara çıxacaq, bunları özümüz bilirik. Bir nəfər edib 100 neçə nəfər öldürdü, göstərdi. Bizə sən silah ver, çəkil qırağa, biz gedək Qarabağı azad edəyək. Yalan sözlər deyil, bir dənə ruhiyyə var, bir dənə məntiq var, o eləyə bilər xilas eləsin torpaqları. Yalnız Allah məntiqi, yalnız Xoda bu məntiq. Nəinki həm Xoda, həm xurma. Bu düzəlməyəcək işləri. Həm dünya, həm ahirətdən dəm vurasan. Qarabağa ancaq ahirət uşaqları eləyə bilərlər, xilas eləsinlər. Dünya uşağın orada nə iş var? Tamam ölkə siyonistlərin əlindədir. Siz də, biz də hamımızın nökər ediblər özlərinə. Kimdə ki Allah qorxusu yoxdur, o ölüdür. Gezməyinə baxmır. Maşında fırlanmağına baxma, ölür olur. Nazir olmağına baxma, deputat olmağına baxma, prezident olmağına baxma. Allah qorxusu yoxsa qəlbində o ölüdür. Sənsə diri, diri də ölüdən qorxar. Sən dirisən, o ölüdür. Nə üçün qorxursan Allah? Bu nə xofdur düşün ürəklə? Çünki sənin ürəklə Hüseyin ibn Əlinin məhəbbəti düşməyib. Zeynəb-i Kübra məhəbbəti düşməyib, Fatimə-i Zəhra məhəbbəti düşməyib. Əgər bunların məhəbbəti sən ürəyinə düşsə, heç kəs səni qorxuda bilməz, heç kəsdən qorxmazsan. Qorxu özü bir dənə maniyyədir insan üçün. Seyri sulukda, Allaha tərəf getməkdə ən böyük maniyyələrdən birinə qorxudur. Qorxudur ki, insanın üzünə qapıları bağlayır. Qorxu olar Allahdan, olar ki, gecələri Allahdan qorxurlar, gündüzlər heç kəsdən qorxurlar. Divanələr bunlar gecələr, gündüzlər şirdilər. Əksəriyyət bir şey gəlmişdir Təhsil Nazirliyin qabağına. Bu odur, bu sizin həmən ruhiyyənizi göstərir, mücahid ruhiyyənizi göstərir. Utanmaz çıxır deyir ki, mən müsəlmanam, mənim üstü kitabım Qurandır. Sənin üstü kitabın Qurandır, amma Quran bizim inqilab kitabımızdır. Götürər yerinizə diyana bilməzsin qabağında. O Misir Mərdanov ki, deyir, mənim üstü kitabım Qurandır, amma əslində küfrün içində səy edirlər, küfrün bayrağını aparıb istəyirlər, sancalar Azərbaycan xalqının düz yuxarısına. Bu ki, olmayacaq. Bu mümkün deyil bu olsun. Onlar səy eləyirlər. Rəzil insanları gətirib otuzdurublar ölkədə. Bu səbəb olacaq ki, qurduqları batil hökumət dağılsın. Harada hörmətli, fəzilətli insanlar var, onlar qalacaqlar kənarda. Harada rəzil, zəlil, vələdə şübhə, zinazadə var, verəcəklər qabağa. Bir dənə abırlı insan tapa bilməyəcəksən sən. Axır vaxtlarda yavaş-yavaş da xalqın seçkisinə də artıq, səsinə də artıq imkan verirlər. Bu axır 2 ili mən baxıram, görəm cəmaat heç səs vermir deputatlara, prezidentə. Şahlıq üsulu qurulur Azərbaycanda, şahlıq üsulu. Xalq bunları istəmir, dəyənəklə saxlayıblar xalqı. Xalq bezibdir bunlardan. Kim bunları istəyir? Çıx bir küçələr, kim bunları istəyir? Heç kəs. Zəlil ediblər xalqı, şəst ediblər xalqı. Dəyənəkdən qorxur bu cəmaat. Sən ki, haqqını istəmirsən, sənə düşən pay var, ölkədə sənə vermir. Nəyə lazım? Pul ancaq onlarınkidir, yerin altı üstü onlarınkidir. Siz niyə yaxşıda düşmür? O qədər fəsad yaradıblar ki, o qədər arvadları lütləyib bırakıblar küçələrə. O qədər müğənnilərin sayını artırırlar, pul verirlər özləri müğənnilərə. Pul verirlər, özləri yetişdirirlər. Onlar sizin oxusunlar, onlar sizin çalsınlar, sizin başınızı qatsınlar. Qumar, şərab,
Onları veriblər, sizi uydur bir tərəfdən. Narkotiki bugün polis rəisləzidir ölkədə. Polis dönüldü, gözüm çıxın altına görürsən, hamısı qulaq yapalım. Hamımızı salıblar kayfa, deyirlər, get kayfa ötürək. Sən əhli keyfsən, sən göy əhlisən, oyna, oxu, keyf elə. Uç göylərdə, yerin altından xəbərin olmasın, qoy yerin altı bizimdir. Sən də kasıb kimi, yetim kimi minginən avtobusa 20 qəpik ad düşünmüşsün. Ged ora, ged ora, ged ora, ged ora. Nə vaxtda zandı devam edir? Biabırçılıqdır, rüsvayçılıqdır dünyada bizim için. Heç bir ölkəyə gedə bilmirik. Başımızı salıblar yerin altına. Əgər siz cəm olsunuz bir yerə, heç kəs sizin namusunuzu əlinizdən alınmaz. Hicabınızı kəlimizdən alırlar, eyni namusunuzu əlinizdən alırlar. Başqa söhbəti yox. Gel, kimdən soruşsan soruş. Adamın namusu necə olur? Qeyrəti necə olur adamın? Boynuzda olur qeyrəti. Hicabdır, əmirdir. Allah əmr eləyir. Bu Misir mərdan o çıxırdır ki, mən başa düşə bilmirəm. 16 yaşlı qızın məktəbə hicablıq gəlməsinin nə mənası var? Birinci cavab budur, o ki deyil, mən başa düşə bilmirəm, baş lazımdır ki, o da səndə yox. Qur'anı başa düşmək üçün baş lazımdır. Gördün adam çıxartdıq vacibliyini Quran, hicabı. Sən bunları bilməzsən, nazir. Ged rüşvət bir eynən. Biz sənə demişik indiyədə niyə rüşvət deyirsən, mən başa düşə bilmirəm. Baş lazımdır buna rüşvət üçün. O da komünistlərdə, siyonistlərdə yoxdur. Komünistin, siyonistin başı yoxdur. Baş müsəlmandadır. O baş ki, axır səni aparır cəhənnəmə, o baş deyil. Boş başdır o, boş başdır o. Bir baş ki, səni cəhənnəmə aparır, başdır o. Bunlar elə bilirlər ki, baş budur ki, 500.000 dollarlıq maşında gedir. Onlar istəyirlər desinlər ki, Qur'anın nə mənası var əslən? O tərəfdən də tarazlıq yaratması deyil, üstü kitabımdır. Əgər deyirsən ki, hicabın nə mənası var, yəni Qur'anın nə mənası var? Peyğəmbərin nə mənası var? Allahın sözünün nə mənası var? Allahın özünün nə mənası var? Bunlar ateistlər, bunlar inkar edirlər, tanırlar Allahı. Bəzilər deyirlər, Misir mərdanım, neynəsin ki? Yuxarıdan da tutur gəlir. Bu qədər müminləri işdən çıxartmışsın, çıx işdən sən. İşləməklər, aqibətli fikirləşmir, ahirətli fikirləşmir. Ahirətli fikirləşmir. Əgər bir nəfər ahirətli fikirləşmirsə, onun heyvanla heç bir fərqi yoxdur. Heyvan da bugün fikirləşir. Heyvan sabahı fikirləşmir. Düşünmür sabahı heyvan. Ondan görürsünüz bütün hicablı qızlar şəkilləri şərəf lövhəsindədir. Gelin bütün məktəbləri yoxlayın. Nə qədər hicablı qızlar var, hamısını görürsünüz şərəf lövhəsində şəkilləri. Niyə? Çünki hicab taxan qızın fikri özündə olur. Açıq saçıq qızın fikri özündə ola bilmir, istəsə də cəm edə bilmir fikrini. O ki açıq saçıq giyinir, kimin üçün giyinir? Kimin üçün giyinir? Hicablı qız özünü cəm edə bilir, diqqəti özündə ola bilir. İnsanın nə qədər diqqəti özündə olsa, bir o qədər insan kəmal tapacaq bu aləmdə. Nə qədər başı qaçışsa özünə, bir o qədər insan kəmal tapacaq. Odur ki, hicablı qızlar şərəf lövhəsindədirlər. Bu qızlar gələcəyin bir hissəsi yuxarı gedəcək, hər bir sahədə. Onlar bugün görürlər ki, bu qızların gələcəyi yuxarı getməkdir, ona narahatdırlar. Onlar istəyirlər, siz müsəlmanlar ancaq aşağı təbəqədə qalasınız. Taksi şoför olasan, dəllək olasan, nə bilim o aşağı olan işləri sən görəsən. Amma yuxarıda olan işlər qulaqlıq olsun. Onlar bunu istəyirlər, bunun üçün çalışırlar. Kafir də bunu görür, sevinir. Onu istəyirlər ki, bu müsəlmanlar savadsız qalsınlar. Qızlar savadsız qalsınlar. Bunu istəyirlər. Biz onlara demişik, indi də deyirik. Dəyərlərimiz qurban tələb edir. Demirik, qaramasqallar bizim dalımızdadır. Demirik, iqtidar bizim dalımızdadır. Demirik, deyirik, aləmlərin rəhbi bizim dalımızdadır. Firavunlar nə oldu? Nəmrudlar nə oldu?
Əbu Sufyanlar nə oldu? Əməvilər nə oldu? Əbbasilər nə oldu? 2500 illik şah nə oldu İrandan? Səddam nə oldu? Zalimlərin aqibəti hamısı odur. Bütpərəst görür, din təhlükədə çıxır meydana. Sən görürsən, dinin təhlükədə deyib, oturmuşsan evdə. Allah sənə nə qiymət versin, nə dəyər versin. Şəhadətdən qorxmaq lazım deyil. Aləmlərin Rəbbi Allahdır.